Son illər səhhətində problem yaşayan Yeşilcamın ulduzu Kadir İnanır uzun aradan sonra görüntülənib. Bugün TV Axşamaz saytına istinadən xəbər verir ki, aktyorun əl arabasında olan fotosu sosial mediada yayılıb. Qeyd edək ki, Kadir İnanır, utanc, qara gözlüm, selvi boylum, al yazmalım, ah güzel İstanbul, dikenli yol, 7 uyuyanlar, Tatar Ramazan sürgündə, göndərilməmiş məktublar kimi bir çox ekran işində rol alıb. O, ümumilikdə 182 filmdə, 12 serialda çəkilib. Kadir'in tərəf müqabilləri arasında Yeşilcam aktrisaları Türkan Şoray, Fatma Girik, Müştə Ar kimi məşhur adlar olub. Hüsniyə Salmanova, Samir Əliyev, Bugün TV.